Mən Zeynəb Sultanova, 21 yaşım var və bundan bir ay öncə mədə kiçilmə əməliyyatı oldum. 109 kilo ilə əməliyyata girmişdim. Hal-hazırda bir aya 14 kilo arıqlamışam və 95 kiloyam. Bunu da çox sağlıqlı şəkildə atdım çəkini. Həm ödəm, həm yağ eyni anda hər şeyə diqqət eləyərək. Mahmud doktora çox böyük təşəkkürlərimi bildirirəm. Çünki həqiqətən böyük kompleksdən azad oldum. İndi bir aya bu nəticəni vermişəmsə 3 ay sonranı həqiqətən səbirsizliklə gözləyirəm. Bir daha təşəkkürlərimi bildirirəm və onu bildirmək istəyirəm ki, heç qorxulu əməliyyat da deyilmiş. İnsanlar çox önyarğılı yaxınlaşırdılar, amma mən özüm bir həftə sonra əməliyyatdan daha rahat şəkildə məşqlərimə, hətta dərslərimə davam edə bildim. Heç bir çətinlik çəkmədim. Əməliyyata həyəcansız şəkildə girmişdim və əməliyyatdan sonra da hisslərimin yanılmadığımın fərqinə vardım. Mahmud doktora dərin təşəkkürlərimi bildirirəm.